Salam əziz abituriyentlər. Bugünləri qaldığımız yerdən davam edirik. Python proqramlaşdırma dilindən ətraflı yazı tələb edən suallara birlikdə yenə baxacağıq. 132-ci sualdan. Tərkibində bir simvolu olan rəqəmlərdən ibarət sətirdə bütün bir simvollarının bir sözü ilə əvəz olunması. Tutalım ki, belə bir ifadə verilib. Yəni 1, 3, 7, təzədən 1, nə bilim 4, 6 belə bir ifadə verilib. Həmin bu ifadədə bu bir rəqəmlərinin bir sözü ilə əvəz olunması istəyir. Biz də bilirik ki, əvəz etmək üçün replace sözündən, metodundan istifadə edə bilərik. Gəlin Pythonda bunu yazalım. Tutalım ki, A bərabərdir sətir tipində 1, 2, 5, 7, 8, 9, 1 belə bir rəqəm verirəm. Belə bir ifadə verdim. Və bunu nə edirəm? Replace edirəm. A bərabərdir. A nöqtə replace 1 birim etsin bir sözü ve print gördüğümüz gibi ifade bir rəqəmləri bir sözüyle ifade olup çapa çıkmış oldu. Keçək 132. sual. 132 yok, 133. Demek 132. sualı ettik. Keçirək 133. suala. Klaviaturadan daxil edilmiş en sayda 2 rəqəmli natural ədəddən ibarət A siyahısı rəqəmlərinin cəminə. Misal üçün, klaviaturadan hər hansı bir rəqəm daxil olub, həmin rəqəm və ədəd daxil olub, daha doğrusu özə neçədir? 2 rəqəmli ədədlərdə en saydadır. A siyahısında natural ədədlərdə ibarət A siyahısının rəqəmlərin cəmində özündə saxlayan. Demək, mən həmin A siyahısı, bir dənə A siyahısı götürəcəm boş siyahıya. Burada həmin ədədləri bura daxil edəcəm. Sonra həmin ədədlərə bir-bir müraciət edəcəm. Tutalım ki, 4 dənə bir ədəd daxil etməliyəm və onlar da 2 rəqəmli ədədlər olmalıdır. Tutaq ki, 24, 45, 64 bu formada bir ədədlər daxil edəcəm. Bir də boş siyahı yaradacağım. Həmin siyahıda həmin ədədin rəqəmləri cəmini bura daxil etmiş olacağım. Bunun üçün də həmin A siyahısına bir dəfə müraciət edəcəm. Sonra 1'ə, sonra 2'ə müraciət edəcəm və rəqəmlərin tapdıqdan sonra rəqəmlərin nə etmiş olacağım, cəmləmiş olacağım. Yəni 2'ni, misal üçün 24'də 2'ni və 4'ü tapmaq üçün nə edərəm? Tutaq ki, 2'ni 24'ü ona bölərəm, qalığım 4. Sonra da 24'ü tam istə bölürəm ona, bu da eləyir nə? 2. Sonra bu ədədlərin, tutalım ki, bunu A dəyişəninə, bunu da B. Əslində A1'imiz var, bir C, bir də D etsin daha yaxşı olar. Bunların da cəmi C üstə gələ D kimi yazsam, bu ədədləri cəmləmiş olacağım. Sonra bu T'ni nə edəcəm? B siyahısına append etmiş olacağım. Şimdi gəlin biz bunu proqrama çevirək.
proqrama çevirək. Demək deyirəm, dövrümüz üçün n bərabərdir input ədəd dövr üçün belə bir ədəd daxil edirəm. Sonra bir dənə A boş siyahı, sonra isə B bir dənə boş siyahı daxil edirəm ki, burada A sətrində ədədlərimi daxil edəcəm, tutalım. Deyirəm 24, misal üçün, nə bilim, 89, 74 bu ədədləri və burada bu ədədləri nə edəcəm? Cəmin daxil etmiş olacam. İndi gəlirik for in range 0 virgül n indi də ədədimizi daxil edirik və A siyahısına həmin ədədləri nə edəcəm? Append edəcəm. Nələri? İstənilən bir ədəd. Append int input ədədimi ixtiyari bir ədədləri append edirəm hara? A siyahısına. Sonra gəlirik, yenidən bir dövr yaradırıq. For bir başqa J range sıfırdan enə qədər dövrüm davam etsin və bu siyahıya misal üçün neyəcək? Bir-bir müraciət edəcək. Bir-bir müraciət edəcək. B J sıfırıncı ilmin A belirmişəm. Burada bir Y bərabərdir. A J faiz 10. Burada bir C deyək. C bərabərdir. A J tam bölmə 10. Gəlirəm bir də T dəyişənindən də istifadə edirəm. Y plus C. Bunu da nə edəcəm? Append edəcəm. Hara? B siyahısına. B siyahısına. B nöqtə append nəyim? T'yim append etmiş olacaq. Və print nə? B. Print B. Çalıştırmak mesela son 24, 89. Bir dakika. Buradan iki defa yazmıştım. Mesela son 24. Bir dakika. 3 yazıram. Üstüne de daxilim 24. 89. Burada da 74. 2 ilə 4-ün cəmi 6, 8 ilə 9, 7 ilə 4, 11 etmiş oldu. Keçdik. 133-cü sualda bitdik. Keçək 134-cü suala. 134-cü sualda deyir ki, bir boşluq simvolu olmaqla daxil edən cümlədəki sözlərin sayını müəyyən edin. Yəni, məndə hello word verilib, sətr tipində bir ifadədir. Mən buna nə edə bilərəm? Split etsəm, split edərəm ki, onu
spliti nədir? Boşluqla bölsün və hello ayrı, word də ayrı. Sonra da onu bir ne edirəm, len etsəm, nədir? Sözlərimi neçə sayını çıxışa vermiş olaram. İndi gərək bunu yazaq. Bir de bu dediğimiz nedir? 133. sualı başka bir variantlarda da, müxtəlif variantlarda da yazmaq olar. Misal üçün, mən ixtiyari bir ədədlər üçün yazmışdım. Siz istəsəniz, mən daxil edəcəyim ədədlər, yəni ixtiyari bir ədədlər üçündür. Siz istəsəniz birbaşa burada bir siyahı verib, həmin siyahıdakı olan elementlərlə ifadə edə bilərsiniz. Mən ancaq, yəni təkcə 24, 84, 74 üçün deyil, bütün ifadələr, yəni ixtiyarı nə ifadə daxil etsəm, hansı ədəd daxil etsəm, onlar üçün yazılmış oldu bu siyah, bu proqram. Gəlirəm bərabərdir input klaviaturadan daxil etdim. Daxil edəndən sonra həmin ifadəni edirəm, gəlirəm bir nədir? Nöqtə split edirəm. Sonra da split edəndən sonra print len nə deyirəm? A deyirəm. Gəlin baxaq. Deyirəm. Salam. Azərbaycan. Aha, bir dəqiqə. Abi verdiğim input noktayı boşluğa yaratayım. Senin Azerbaycan. Salam Azerbaycan. Dediğimiz sola bir de kaydım. Sözlerin bu bir boşluk simvolu olmakla daxil edilmeli sözlerin sayını çıkaran program. Neyse bittim burada. Əslində qalsa birbaşa etməyi bunun sözlərin sayını istəyirəm. Burada bir nöqtə sözlərin split edilir. Split özdə boşluğa görə bölsün. Sonra gəlirəm buna bir boş siyahı daxil edirəm. Sonra for in sonra da həmin sözləri daxil edirəm. A siyahısına A nöqtə append nə ini print len A. Lena. Son çalıştıra baxaq.
3, üç olur. Bu bir de iki, beş. Hı hı. Teşekkür ederim. Çalıştırma perikoda mikrofonlarıydı. İki. Və yağları niyə görə bu problem var imiş? Mən burada Azərbaycandan sonra desəm boşluq koyurdum. Bir de belə yazırdım baxın. Azərbaycan bir yere belə boşluq desəm koymuştum. Ona göre üstüne verirdi. Hatta 4 tane verir. Boşluq koyduğuma göreymiş. Yani düşünürüm. Gördüğünüz gibi işləyir. Bunu hətta bu cürdə yaza bilərik. Bunun gələn dırnağın içərisinə alınır. Bunun ki bərabərdir n nöqtə split. Sonra da bunu yazıram print len a len a. Bir de bunu da çalıştırarak gördüğünüz gibi burada da işliyor. Her şey programda işlenir mümkün. İstəyirsiniz belə, istəyirsiniz o cür. Yaxşı, keçirik. Niyə? O 134-cü sual, keçirik 135-ci suala. Klaviaturanın daxil edilən sətirdə sətr tipi verilənlərə təkrar olunmayan unikal simvolların, yəni təkrar olunmayan simvollar hansılar böyük H, E, L, O, bax bu formada biz bir unikal bir siyahı yaratmış olacak. Gəlin, daha doğrusu sözləri çıxartmış olacaq. Yenə də A bərabərdə input hər hansı bir sətr tipində olan sözü daxil edirik. B bərabərdir 0. Bunu siyahıyla da yazmaq mümkündür. Bu cürdə yaza bilərsiniz. Hər iki tipi göstərəcəm. For, in, A siyahıya müraciət etsin. Daha doğrusu sətrə müraciət edir. Əgərləri A nöqtə count istənilən hərfin sayı 1'e beraber ise
Bire beraberse B beraber değil. B plus bir print print B print B çalıştırır. Burada ne söz verilmişti? Hello World. Aldım. Bu bir tipti. Bunu Apple'dan da etmək mümkündür. Gəlin baxaq. Bunu aşağıda bunu dırnağa alıram. Dırnağa alıram, yazıram tezdən. A bərabərdir. Yenə də bir sətr daxil edirəm. Həmin sətirdə bir dənə də boş bir siyahı yaradıram. Boş bir siyahı yaradıram. Sonra həmin sətrə müraciət edirəm. For A. For in aidından sonra deyirəm əgərləri yenə də həmin ifadə kimi count i bərabərdirsə birəm, onda deyirəm nə edirəm? B siyahısına əlavə et. Əlavə et. Nələri? Həmin iləri. Həmin iləri əlavə et. Sonra print etkinə həmin B siyahısında olanların sayını. Çünki deyəcək, gəlib deyəcək, əgər bir dənədirsə, həmin o bir dənəni B siyahısına əlavə et. Axırda da sayını çap eləmiş olacaq. Gəlin yenə çalışdıraq. Hello World. Sonra yenə də altını çıxartmış olacaq. Keçək 136-cı suala. Elementin sətir tipi olan siyahının, elementləri sətir tipi olan siyahının ən böyük uzunluğunda elementin neçə simvoldan ibarət olduğunu tapan bir proqram yazın. Misal üçün bir siyahı belə deyək. Tutalım ki, deyirəm alma, armud, nə bilim, nar. Bu siyahıda olan bu sözlərdən hansının böyük olduğu, uzunluğu böyük olduğunu mənə çapa çıxardan bir proqram yaz. Bunun üçün də bir dənə boş sətir götürəcəm və onları sıfırla nə edəcəm? Müqayisə edəcəm. Və bunu dediyim kimi yenə də Apple'dan da etmək mümkündür. Boş yani. İki yolun ikisine de yazıp size göstereceğim. Gelirik. Tutalım. A beraberdi. Bir siyahı götürürüm. Almam. Sətir tipində. Ar. Böyle pomidor götür. Pomidor. Götürenden sonra kendine bir tane ise bir sıfır veririm.
Sonra gelirim for, yeniden a siyahısından bir müracaat edirəm. Gəlib deyirəm ki, əgər ifin len i nədir? For yani birinci almadı. Bunun uzunluğu sıfırdan başlayıram müqayisə etməyə. Len i büyüktürse sıfırdan onda netkinəm s bərabərdir len i. Yəni əvvəlki qiymətin unut bərabər ilə girən, yəni sıfırı unut. Len i bu dəfə alsın neçə? Lenci də alma olacaq 4. Ondan müqayisə etmiş olacağım. Axırda da print edəcəm. Neyi? S. Baxıram 7. Həqiqətən də saysam 4'tü burada, burada 5'ti, burada 3'tü, burada ise 7'di. En uzun simvol söz hansı oldu? Pomidor sözü oldu. Aha, yeniden bunu bir buradan yukarı bunu söyleyeyim, yeniden tekrar yazalım. Bunu buradan kopyalayayım. Getirelim. Buradan aşağıda. Daxil edəndən sonra gəlirəm bir də boş bir siyahı daxil edirəm. Boş bir siyahı. Gəlirəm yenə for in. Ay, burada fordur. For in nə adı. For in a daxil edəndən sonra deyirəm B nöqtə found nə uzunluğu neyin uzunluğu len i. İ'ni bura daxil et hər bir sözü. Gəlir misal almanı götürür 0-cı elementdir. İ'yə müraciət edir len i. Almanın uzunluğu nə qədərdir? Tam 4'tü. Bura daxil edəcək. Sonra armudu daxil edəcək sayın. Bunları daxil edəndən sonra en sonunda print en böyüğünü tapmaq üçün bizə hansı metod var? Max metodu var. Max deyirəm. B siyahısında olan ifadəni mənə göstər. O da mənə nəyə göstərəcək? 7'ni göstərmiş olacaq. Hər iki ifadə də daha rahat ifadedir. Biri böyükdür və kiçikdən uzunluqları müqayisə edirik. Birində F10 metoduyla istifadə edilir. Kimlərsə ola bilər ki, metod yadında qalmaz. Bu riyazi yoldan istifadə edib yaza bilər. İnşallah gələn görüşlərə dək ümid edirəm ki, videolarımız yararlı olar. Like etmeyi unutmayın.